Herkes dostlar, Ölçek Halları ön analiz videosunda birlikteyiz. Yan görək. Bizleri neler gözlüyor? Bugün 4'te. Oy, oy. Sus. Heyif. Messi buradan mı çıkıyormuş? Yok dostlar, Messi oynayamayacaq. Böyle bir gösterip ama Messi yoktur. Messi'nin tasarrufunda gittiği için tasarrufunu çok oynayamayacaq. Oo, Pumas. Maraqlıdır. Bu ne lan? Pumas. Bu grup oynuyor. Bunlar hani gözler. Pumas 2 tane olacaq, nəzələr. Pumas birini durur. Saldet destur. 3'ünü 10, sizin tarafta 2'nin. Sonra Kolmus'un mesela. Kolmus'tan sonra Özdağlar başlayır. Marko. Inter Miami için oynuyor. Inter Miami. Dodge, San Luis. Monterrey'nin Leon. Evet. Neyse. Onun neyse yoktu. Hadi bir saatten sonra başlayır. Olabilir aslında Inter Miami. Monterrey çekilişinde ama neyse. Hadi bugün olmasa gel. JTT'de. Chelsea'de oluyor peki. Peki. Neyse. Belki akıllarla başlayalım. Bəzi dövüş axallarımız belədir. 2998 Samuani əgər ki tənəsi bəlkə 2-0'lıq qələbə qazansa və yaxud 3-0'lıq qələbə qazanırsa hər şey tam fərqli olacaq. 3-30 Samuani olacaq və yolundan biləcək. Yox, əgər belə bir sənaryo olmasa Samuani və Montenegro Lüksemburg kimi artıq eləyəcək. Biz də o şəxallarına Gürcistandan qalmasa davam edəcəyik. Gürcistan tərəfinə gəldiyimiz zaman Gürcistan evdə əgər ki layiqli bir qələbə qazanarsa güzel qalacaqlar, 6500 qal olacaqlar və Şimali İrlandiya klubu isə UEFA Konferans Liqasında yolunda edəcəkdir. Eyni zamanda ikisi də bir-birlərini oynayırlar bu arada. Cəbəl Tarıq Omani ilə bərabər qaldı son dəqiqələrdən. 166 xalız ölkəsində yazdılar. Bilirəm ki, Kiperdə də Cəbəl Tarıq normal xallar deyək inşallah. Estonya'ya gəldiyimiz zaman Estonya 2 dənə klubundan ikisi də demək olar ki, Toulouse-dur, səhv etmirəmsə. Estonya'nın hansı klublar qalıb bu arada? Yandan çıxdı. Flora və Levadia mı qalıb? Səhv eləməmsə. Levadia mı qalıb? Yoxsa Payda mı qalır? Payda. Payda Avstriya ilə oynayacaqlar. Rapidlə. Məncə burada artıq əylənəcəklər. Son olaraq Flora qalır. Flora isə Inter 2-0 məğlub oldu. Evet, Inter tərəf başladı. Andorra. Evet, burada. Evet, Andorra Pöhtədə 300 xal olarsa artıq 330 xal. 7499 xal olacaqlar. 1500 deyəkdir neysə. Estonya artıq 2 klubu. Məncə bu həftə artıq hərbi edəcəklərini düşünürəm. Cəbəl Tarıq qalıb 130 xal olsa belə. Yenə də keçir. 130 numaralı gedir. Yox, 330 xal lazımdır Cəbəl Tarığa mütləq. 7100, 7200 neçəsə olacaq. Bir Estonya gerək olacaq. Evet. Hem de Andorra'dan dedik 330 olacaq. Malta. Təmsilçi yoxdur, Litvanya yollamaq.
Litvanın 2 dənə təmsilçisi, ikisi də Xorvatiya ilə oynayır. Məncə bəlkə hər ikisi də yenə udacaqlar, yenə də ölkə xalqları yazdıramayacaqlar. Amma Litvaniyanın təmsilçisi yolunu və Avropa Liqasını davam edəcəyini düşünürəm. Belorusiyanın hər iki təmsilçisi bilirəm ki, bəlkə udacaq. Bir şey olmaz. Belorusiyanın da Neftçi çox çətinliklə atlar. İstəməm. Hələ Albanlar adına, həmsə Albanlarını istəməm. Albanlar bilirəm ki, bəlkə 5 sual alacaqlar. 8750 xol olacaq. Şimali Makedoniyaya gəldiyimizsə, bilirəm ki, Şimali Makedoniya təmsilçisi xal qazanacaq. Şkendiyə xal qazanacağını düşünürəm. Şkendiyə olar. Mənim ki, qazanır 3 soldan 9130 sol olarlar. Faradaların hər iki təmsilçisi uduzmağa çox yaxındır. Bir dənəsə uduzmağa yaxındır, birisi yox. Əgər uduzacaqlarsa, yenə dediyim kimi, kim uduzursa, mən həmişə demişəm onu. Ölkəsində xal yazdırıb uduzsun. Azından bərabərlik eləsə belə xoşdur. Moldovaya gəldiyimiz zaman 10250 xal. Əmin edirəm ki, Şerifordan xal yazdı, çünki Şeriforda bu hesab uzmuşdu. Liechtenstein hər şey öz önündə həll eləyəcəyini düşünürəm. Qazaxıstan klubuna gəldiyimiz zaman 12375 xalı var Qazaxların. Bilirəm ki, Qazaxıstan Kayrat Tobol məncə bəlkə artıq əldə edəcək, amma Kayrat inşallah yolunu UEFA Çempionlar Liqasında inam çəkdir eləyəcəyini düşünürəm. Amma Tobol udacaq təqdirdə belə bərabərliklə qələbə qazanmaq, 1-0 belə qələbə qazanmaq Qazaxıstan normal bir şey görünür. Finlandiyaya gəldiyimiz zaman Finlandiyanın 4-4 təmsilçisi var. Ümidliyəm ki, bu həftə onların 3 dənə təmsilçisini rahat göndərərik. Litvaniyanın 3 dənə təmsilçisi var. Ən azından 2 dənə təmsilçisinin var. Getməsini çox istəyirəm bu dəqiqə. Uduzun gidin ya. Bosna Hersek. Evet, Bosna Hersek çox gözəl bir klubdur. Bakın. Bosna Hersek'e elindizə komilərin Pişinski'ye baxırdım. Bilmirəm ki, Bosna Hersek bilməşərək və Bosna Hersek gəlib qazanacaq. Barat deyə düşünürəm. 250 xal alsalar olar bu həftə. Kasalı xal olan bilməsə, yox, 4 yazan alacaq, 100 bu bəllidir. 250 xal, 250 xal. Yenə də aradakı biraz eyni, yaxın 32, 31. Aslında ki, yenə də 63 xal fərqdən verəcək. Ermənistana gəldiyimiz zaman Ermənistanın 2 dənə təmsilçisi var. İnşallah bu həftə 2-də düzəllər. Evet, İrlandiyanın 3 dənə təmsilçisi var. Yəni, onların 2 dənə təmsilçisi udursa böyük işdir. Evet, İslandiyanın da təmsilçiləri var. Bilmirəm ki, İslandiyada xal qazana bilməz deyə düşünürəm. Evet, Rusya zaten. Evet, Rusya değil. Serbiya. Serbiya artıq bir dənə təmsilçisi udacaq deyə düşünürəm. Öyle değil. Öyle değil mi? İkisi de yolunu amin edecek. Sırmina Zvezdalı Partizan'dı. Slovakya'nın temsilcileri var. Olan bir dənə artıq olma ən vida deməyə hazırdır. Slovakdan gelir. Açıkçası Slovan Bratislava neyse eləyər deyə düşünürəm, amma bilirəm ki, müjəli bir imkan verəm. Bolqarısının təmsilçisini ata bir dənəsə əlvidə edəcək. Bu həftə 2 dənə bəlkə də təmsilçini yollarını edəcəklərini düşünürəm. 2 dənə təmsilçini yola 5 sual alacaqlar. 5 sual alacaqlar. 2667 xal olacaq. Azərbaycan təmsilçilərə gəldiğimiz zaman Sabah Hacıyevini bu həftə məğlub edəcək. 250 xal 21437-yə daha bir 250 xal Qarabağ qazantısı 21687 xal gələcəklər. Sloveniyanın isə tək təmsilçisi bilmirəm ki, uduzar deyə düşünürəm. Ararat Armeniyanla söhbət gedir. Bilmirəm ki, o qələbə qazanar. Sloveniya olaraq. Aramızdakı xal fərqi var. Hər şey aramızdakı xal. Ukraynanın təmsilçisi var. Tomaçev inşallah onu məğlub edəcək. Ukraynanın tək təmsilçisini yollamayacaq. İsrailin bu həftə inşallah 3 təmsilçisi gələr. Və 2 dənə getsə belə böyükdür. Həqiqətən 2 dənə getsə belə böyükdür. Bizim üçün xeyirdir. Rumıniyanın 2 təmsilçisi var. Bəli, Rumıniyanın 2 təmsilçisi var. Məncə onlardan bir dənə satıq. Bu həftə dedik, Cefir Kruzdan söhbət gedir. Tək təmsilçisi qaldı. Xorvatiyanın 3 dənə təmsilçisi var. Xorvatiyaya bilirəm ki, 2 dənə təmsilçisini itirərini deyim. Valla. Şotlandiyanın 2 dənə təmsilçisini itirmək istəyirəm. Məsələn istəyirəm. Avstriyanın 2 dənə təmsilçisini itirsin. Bir dənə təmsilçisini məsəl üçün. Macarıstanın bir dənə daha seçən 2 dənə.
Spor'un 2 tane tarafını seçmesini çok isterim. Norwich. Norwich'ten bir tane. Max. Norwich'ten mesela yok. Ne Norwich? Norwich'ten marka değil. İstanbul'da seçildi. Yani post Türkiye'ye teklifler. Türkiye tarafına geldiğimiz zaman ise UEFA'dan danışaq. Artıq Türkiye tərəfindən mən Türkiyədə sunulmadı xəbər aldım. Məncə ki, Norveç və Danimarka bizə aid deyil. Eyni zamanda Kiprdə. Ölkələrin xalq fərqi həddən artıq çox dedilər. Mən düz dedilər, sağ ol qatmışsan eləmişdim, amma əziyyət çəkmədilər. Mən yenə düz qatmanı da bilməyəcəm, amma nə istədilər bizim rəqiblərimiz. Hardan başlayır, kimdən başlayır məsələ deyim, Yunanistan başlayır. Amma Yunanistan tərəfindən gəldiyimiz zaman isə 41-12 İnşallah bəlkə 2-3 dənə komandanı itirar. Çexiyada inşallah bəlkə 2-sini itirar. Polşada 2-sini itirar. Çexov qalsın, onlardan itirar. Türkiyədən birdən itirib, Türkiyədə yola davam etsə çox ağır olacaq. Niderlanddan bir təmsilçisini itirməsini çox istəyirəm. Bu dəqiq. Belçikadan 2 dənə, Portuqaliyadan 2 dənə. Fransa'nın tarihine itirazını çıkarma kaçarına var. Yoxlanışet. Da yoxlanışları var mı? Santos. Hesabı Santos'un önündeyim. Hesabı Şampiyonlar Ligi var. Konferans yok da. Ha varmış. Avrupa Ligası. İberlilerinin konferans ligası yapalım. Hadi. Panathinaikos Karabağ'dan sonra falan. Yes. 3-cü PSG Aston Villa. Kopenhagen University. Qatava Sezdrayev. Rapid payda var. Orada PSG Aston Villa qalibinə ölçü gəlir. O bizə aid deyil. Her şey çıkalar burada oluyor. Aferin. Qarabağ inşallah qələbə udacaq. Bəs net deyirsə konferansa kimə deyəcək? Gəlin baxaq. Mən net deyirəm. Ona görə. Apollon Brown. Apollon. Ceska Sofia. Kopenhagen Devsici. Rapid payda. Katafayz. Hetelev inşallah. Topol. Partizan. Mən təsvil olsun deyək. Mən də Topol evdə. Dronçev. Elves Rejeka. Elves. Flora Inter. Flora. Refesi Jablons. Refesi. Tamam Minsk. Praga. Minsk. Məncə Bohemian. Məncə buradan konferansda ələcək biri Bohemian'dır. Tak Motiventi tak. Hammerberg. Rakuf Hammerberg. Tromsø Cefrukli. Naçıyan Valor. Vitebsk. Oduz Inter. Ronavik. Stkalen Şerif. Şkine Hiberian məncə inşallah. Drita Trefiore. Təəssüflər olsun ki, Trefiore ələcək. Sion Noah. Göteborg. Bunu axıra saxlayıram. Riga. Bunu axıra saxlayıram. Motorvel HJK. Motorvel HJK-nə eləyəcək. Avstriya Şatosurum eləyəcək. Şalman eləyəcək. Xatıp Salgis eləyəcək. Namusti Ağda eləyəcək. Dəqan Riga qarşılaşmasına 1-0 qələbə almışdır. Bilmək olmaz. Burada yəni eyni şey ola biləcəyini demirəm. Ona görə Riga'nı itibarilə olacaq. Gent Göteborg. Məncə burada Kagent uzacaq deyə düşünürəm. Bəli. Özünüzə yaxşı baxın.